zuhur insanlara bağlıdır. İmam niyə qeybə çəkildi? İmam qeybə çəkildi ki, Həzrət Əlini cəmiyyət öldürdü. Bəli. Özləri, müsəlmanlar öldürdü. Bütün imamların qatilləri elə namaz qılanlardır. Özləri. Cəmiyyət nə qədər ki, ilahi höccəti başa düşmür, ilahi höccət onlar üçün heç nə eləyə bilməz. Bəli. Ona görə də Həzrət Əli var idi də, İmam Həsən var idi, digərləri var idi. Cəmiyyət böyüməlidir, inkişaf etməlidir. Anlamalıdır ki, artıq bu izmlər insanları nicat verə bilmir. Ola bilər maddi rifah düzəlir, ola bilər texniki telekommunikasiya sistemi, texnika, sənaye və s. bunlar düzələr. Amma insanların mənəvi aramlığı alınmır. Zuhurun gecikməsi insanların anlamasına görədir. Və haçan zuhur olacaq? İnsanlar bir vaxt deyəcək ki, ilahi, dahi biz bacarmırıq. Sən bizə ilahi bir höccət göndər ki, həm bizə həqiqətlərdən xəbər versin, həm də bizi bu fəsadın zəncindən qurtarsın. Biz bu fəsadla bacarmırıq. Əlbəttə, zülmün çoxalması səbəb deyil. Bəli. Zülmün çoxalması nəticədir. Yəni, imamın zuhuru üçün təkcə zülmün olması kifayət deyil. Zülm insanların bilməzliyindən dolayı yaranan bir məsələdir. Bu dəfə insanlar həm də onları bir hidayət edən ola bilər. İlahi bir höccət var. O höccətin qapısına getmək lazımdır. Yəni, bu zərurəti anlamalıdır insanlıq.